Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun həbs ehtimalı ilə bağlı yayılan informasiyalara onun vəkili reaksiya verib. Yenavaz.com xəbər verir ki, vəkil Cavid Rızazadə bu barədə Qafqaz Infoya danışıb. O bildirib ki, Eldar Mahmudovla bağlı hər hansı araşdırma və ya cinayət təqibi aparılması barədə onlara məlumat verilməyib. Vəkilin sözlərinə görə son günlər mediada yayılan məlumatlardan xəbərdardır. Stat: Prokurorluqdan bizə belə bir məlumat daxil olmayıb. Mən şəxsən vəkiliyəm. Eldar Mahmudov hansı istintaq orqanında dindirilsə mütləq xəbərim olardı. Statın sonu. Müdafiəçi keçmiş MTN şefinin adının Ramiz Mehdiyevlə yanaşı adlandırılması barədə suala isə cavab verməyib. Qeyd edək ki, İspaniyanın Diario de Mallarco nəşrinin yazdığına görə Azərbaycanın Baş Prokurorluğu Palma şəhəri məhkəməsi və Balear adalarının korrupsiyaya qarşı prokurorluğuna göndərdiyi məktubda Mahmudovlar ailəsi ilə bağlı məlumatlar təqdim edib. Azərbaycan Prokurorluğunun bildirdiyinə görə hazırda sabiq nazir Eldar Mahmudov və digər şəxslər barəsində ayrıca cinayət işi aparılır. Əldə edilmiş məlumatlarda göstərilib ki, Mahmudov ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur. Azərbaycan Baş Prokurorluğundan isə bu barədə heç bir açıqlama verilməyib.